Süni intellekt bəzi peşələrə qismən giriş etməyi bacarıb. Tibb də bu siyahıda yer alıb. Ağrı hiss etdiyimiz an həkimə getmək əvəzinə süni intellekt botlarına müraciət olunur. Müəyyən sorğulardan sonra bu süni intellekt proqramları vasitəsilə diaqnoz qoyulur və bəzi tövsiyələr verilir. Vətəndaşlar da tibbi kömək almaq üçün bu alətlərə müraciət etdiklərini deyirlər. İstifadəçilər arasında alqoritmin verdiyi cavabı üstün tutan da var, həkimdən məsləhət almağı daha vacib biləndə. Məncə çox vaxt doğru olmur əslində, çünki həkimlərlə daha məsləhətləşir, məncə daha uyğun olar. Bəli, bir neçə problem olanda ki, bu xurda problem sayılır. ChatGPT, yəni süni intellektdən istifadə etmiş. Bəli, sağlamlıqla bağlı. Mənim belə deyə problem haqqında bəzi mülahizələrini oxuyub bir nəticə çıxartmışam. Tibbi yol üçün də istifadə eləmişəm. Əlacsız qalanda yaxşı seçimdir məncə. Bəzən səhv məlumat da verə bilir. Ona görə tibbi yolla o qədər də istifadə eləmək məsləhətli deyil. Həkimin məsləhətini almaq daha yaxşıdır. Həkimə getmək bəzən vaxt ala bilir. Qısaca misal üçün atıram, hər hansısa bir yerimiz ağrıyanda, başımız ağrıyanda və s. mədəmiz falan ağrıyanda həkimə gedib uzun-uzadı nəsə soruşuncaya qədər süni intellektlər hələ də o qədər az inkişaf etməyib ki, onlardan soruşmayıb da hər hansısa bir yerə baş vura. Parsley Health nəşri bildirir ki, hər 5 nəfərdən biri sağlamlıq məsləhətləri üçün ChatGPT-dən istifadə edir. 2023-cü ildə Tibbi İnternet Tədqiqatları jurnalının araşdırması göstərib ki, bot proqramın qoyduğu diaqnoz 72% öz təsdiqini tapıb. Çində aparılan digər bir araşdırmada isə angina və asmadan əziyyət çəkən 384 xəstə simulyasiya üçün testə cəlb edilib. Nəticədə süni intellekt proqramı diaqnoz dəqiqliyinə görə 77,3%, dərman dəqiqliyinə görə isə 94,3%-lə bəzi həkimlərdən daha etibarlı olub. Lakin süni intellekt fərdi təhlil apara bilmədiyi üçün verdiyi cavablar ümumi xarakter daşıyır. Bu isə süni intellektdən istifadə edib dərdinə dərman axtaranlar üçün yanlış vasitə ola bilər. Süni intellekt sadəcə diaqnoz qoymaq üçün deyil və xüsusilə xəstələrin öz başına ona müraciət edərək diaqnoz alması və bundan müalicə götürməsi yol verilməzdir. Diaqnoz individual qoyulur. Hər bir xəstənin orqanizmi də individualdır. Xəstələrin böyük bir qrupunda da komorbid vəziyyət var, yanaşı xəstəliklər var. Ona uyğun da seçimlər olur. Düzdür, məlumat xarakterli ona müraciət etmək olar. Amma bu müraciət heç kimə əsas vermir ki, öz başına müalicə təyin eləsin, diaqnozunu müəyyənləşdirilsin. Süni intellektin köməyi ilə diaqnoz qoyub, hansısa müalicə aparmaq insan səhhət üçün təhlükələr yarada bilər. Süni intellektin həkimləri əvəz edəcəyi ilə bağlı fərziyyələr son dövrlərdə tez-tez müzakirə olunur. Xüsusilə radiologiya, patologiya və dermatologiya sahələrində süni intellektin diaqnostikası daha çox qabardılır. Harvard Tibb Məktəbinin məlumatına görə bunun baş vermə ehtimalı olduqca aşağıdır. Çünki həkimlərdə olan empatiya, qayğı, tənqidi düşüncə, mürəkkəb qərar qəbul etmə bacarıqlarının alqoritm alətlərində olmaması məsələni bir qədər qəlizləşdirir. Mütəxəssislərin fikrincə onun tibbi sahəyə birbaşa keçidi yox, həkimə kömək aləti olaraq istifadə olunması daha uğurlu metod ola bilər. Süni intellektlə əslində burada həkimin birləşməsi daha yaxşı effekt verir. Yəni, həkimlər də süni intellektini istifadə edir, bəli edirik, biz də istifadə edirik. Amma dediyimiz kimi, bu bizə köməkçidir. Yəni, buradakı əsas faktor yenə də həkim qalır, əsas faktor yenə xəstəxana qalır. Süni intellekt isə bizə dəstəkləyici, bizə köməkdir, bizə yön göstərəndir, istiqamət verəndir. Amma son qərarı da dediyimiz kimi, yəni süni intellektin özü də zaten bunu çox vaxt vurğulayır ki, yenə də həkiminizlə məsləhətləşin, həkiminizdən dəqiqləşdirin. Tibb tərəfdən hər hansısa bir ixtisası, hər hansısa bir sahəni tamamən əvəz etməsi hal-hazırda mümkün deyil. Nəticə etibarilə süni intellekt bir çox sahələrdə, eləcə də tibbdə vətəndaşlar üçün müəyyən qədər güvənilən alət hesab olunur. Lakin onun uğurlu olması isə hələ də sual altındadır. İlkin məlumat toplamaq, ümumi istiqamət vermək, diaqnostikaya qismən kömək üçün yaxşı vasitə olsa da, tibbdə fərdi yanaşma daha üstün hesab olunur. Ona görə də süni intellektin tibbə birbaşa inteqrasiyası yox, həkimlərə köməkçi vasitə olması onu bu sahə üçün uğurlu edə bilər.